Bismillahirrahmanirrahim. Elhamdülillah, salatu vesselamu ala Resulillahi ve ba'd. Ve biz sizinle yetiştiği Asr suresine. Ve buyurur ki Rabbimiz Asr suresinde vel asr andolsun diye esre. Kale İbn Abbas, İmam Bağ buyurur ki İbn Abbas deyir ki Ed-dehr. Yani Allah Azze ve Celle and içir dehre. Dehr yani 100 illiye, yani bir esre. قيل أقسم به لأن فيه عبرة للناظر. Yani Allah Azze ve Celle'nin deyir and içmə məqsədi əsrə nə üçündür? Yəni insan bir əsrdə baş verən şeylərə baxıb ibrət alması üçündür. Necə hallar dəyişir və s. Və qilə mə'nahu və rabbul asr. Həmçinin deyilib ki, mənasından biri də yəni əsrin Rəbbinə and olsun. Yəni Allah Subhanahu taala əsrə and içməklə qəsd edib ki, yəni əsrin Rəbbinə and olsun. Və kəzəlikə fi əmsalihi. Həmçinin bunun misalında başqaları. Və qale İbn Keysan əradə bil asr əl-leylə və nəhar. İbn Keysan deyir ki, Allah Azze ve Celle'nin istəyi burada həmçinin gecə və gündüzdür. Əsrdən yəni məqsəd gecə və gündüzdür. Yuqalu lehuma el-asran. Çünki deyir ərəblər bir növ gecə və gündüzə də iki əsr deyirlər. Yəni gecə özlüyündə bir əsrdir, gündüz özlüyündə bir əsr. Yəni bir ömür insan üçün. Və qalil Həsən, yəni Həsən el-Basri min ba'də zəvali şəms ilə qurubihə. Yəni günəşin doğduğundan ta günəşin batdığı vaxta qədər deyir, həmçinin əsr deyilir. Qalə Qatadə, həmçinin Qatadə buyurur ki, əxiru sa'atin min sa'atin nəhar. Deyir, o deyir, Qatadə buyurur ki, radiyallahu anh, rahimahullah, deyir ki, o deyir, gündüz saatlarının sonuncu saatıdır. Və qalə Muqatil ibn Heyyan, rahimahullah, əqsəmə bi salatil asr və hiyə salatil vusta. Allah Azze ve Celle əsr namazına and içir. Yəni burada məqsəd, bəziləri nə deyirlər, nədir? Əsr namazıdır. Yəni and olsun əsrə, yəni əsr namazına. Çünki deyir, o deyir, orta namazdır. Çünki Quran-ı Kerimdə qardaşlar, başqa ayələrdə Allah Azze ve Celle nə deyir? Deyir, namazlara fikir verin, xüsusən də orta namaza. Quranda başqa ayələr var. Və sonra Rabbimiz buyurur ki, innəl insənə ləfi xusur. Həqiqətən insan xəsarət içindədir. Ey xusran və nuqsan. Yəni insan xəsarət və naqislik içindədir. Hər bir insan. Yəni insan sözü burada yazır qardaşlar, ümumilik bildirir. Aydındır? Yəni ümumən, bütün insanlar. Qilə əradə bihil kafir bidəlil ənəhu istəsnəl müminin. Həmçinin deyilib ki, burada məqsəd həmçinin Allah Azze ve Celle'nin kafiri qəsd etməsidir. Nəyə görə? Çünki sonraki ayələrdə Allah Azze ve Celle möminləri istisna edib. Yəni mömin olanları istisna edib. وَالْخُسْرَانِ ذِهَابُ رَأْسِ مَالِ الْإِنسَانِ فِي هَلَاكِ نَفْسِهِ وَعُمْرِهِ بِالْمَعَاصِ وَهُمَا أَكْبَرَ رَأْسِ مَالِهِ. Subhanallah. Deməli, əziz qardaşlar, xusran sözü İmam Bağa buyurur ki, rahimallah, yəni xəsarət almaq nədir? İnsan yəni iki şeylə xəsarət alır bu dünyada. Ya ticarət etdiyi malının başlığını itirir, yəni əlindən gedir. Bizdə deyirlər ki, mayası da, yəni ticarətində olan mayası əlindən gedir. Və yaxud da asilərlə öz ömrünü həlak edir. Yəni boş, mənasız şeylərə vaxtını sərf eləməklə və Rəbbinə lazımınca, layiqin şəkildə ibadət etməməklə, zikr etməməklə. Aydındır. وَهُمَا أَكْبَرُ رَأْسِ مَالِهِ. Və bunlar ikisi də insanın ən böyük nəyidir?
yani en büyük başlığıdır her bir şeyde. Yani bizim dilde mayasıdır. Hem dünyasının hem de ahiretinin. Ve sonra Rabbimiz istisna eleyerek buyurur ki illellezine amenu ve amilus salihat ve tevasav bil hakki ve tevasav bis sabr. Ve sonra Rabbimiz buyurur 3. ayette ki yalnız iman getirip salih emeller görüp birbirlerine hakkı tövsiye edip ve sabri tövsiye edenlerden savayı. Yani başka. Buyuruyor ki İmam Begavi fe innehum leysu fi husran. Subhanallah. Deyir bu insanlar, yani bu 4 sınıf insan veyahut da bu 4 şeye emel eden insan o xəsarət əhli değil. İman getirip salih emeller görür, hakkı tövsiye edir ve sonra sabri tövsiye edir. Buyurur ki avsa ba'duhum ba'dan. Yani bazıları değil tövsiye ederler hakkı. Yani burada hak değildiği de bil Kur'an. İmam Baba buyurur ki nedir? Kur'an'dır. Yani onlar biri-birine Kur'an'dan yapışmağı ve Kur'an'ı okumağı aydındır ve onun elimlerinden faydalanmağı birbirine tövsiye ederler. Allahu Ekber. Kâlehul Hasan ve Katâde ve bunu Hasan ve Katâde deyip ve kâle Mukatil bin Hayyan ise buyurur ki bil imani ve tevhid. Həmçinin onlar biri-birlerine iman ve tövhidi tövsiye ederler. Yani imanlı olmak, tövhid ehli olmak. Şək yoxdur. Yani bunlar yani tövsiyeler az kardeşlerim neyle olur? Yani insanlar öz aralarında birbirlerinden ilim almakla. Çünkü sahabeler de bunu böyle ederdiler. Aydındır. Yani mücerred fakat yani birbirine nəsihət etmək değil tek. Yok. Bunlar həmçinin ne inerdiler? Yani ilim alardılar. Birbirlerinden faydalanardılar. Xüsusən də ilimli olanlardan. Ve sonra buyurur ki ve tevasav bis sabır. Ve sonra diyor birbirlerine sabri tövsiye ederler. Yani İmam Baba buyurur ki ala adail faraid ve ikamete emrillah. Yani burada maksat ferzleri yerine getirmeydi ve Allah'ın emirlerini hayata geçirmeydi. Yani bu şeyde de birbirlerine tövsiye ederler neyi? Tövsiye ederler sabırlı olmağı. Çünkü insan görsen ki səbirdən çıxanda nə edir? Tərk eləyir ibadətləri. Aydındır. Və eləcə də tərk eləyir Allahın əmrlərini və gedir asiliklərə tərəf. Ona görə mütləq ki, lazımdır ki, yəni sənin yoldaşın olmalıdır ki, o sənə tövsiyə eləsin, o sənə səbirli olmağı tövsiyə eləsin daima. Xatırlatsın ki, yəni nə edəsən? Günahlara düşməyəsən. Allah'ın emirlerini yerine getiresen. Ve sonra buyurur ki İmam Bagavi وروى ابن عون عن إبراهيم قال أراد أن الإنسان إذا عمر في الدنيا وهرم لفي نقص وتراجع إلا المؤمنين فإنهم يكتبوا في شبابهم وصحتهم. Həmçinin burada rivayet getirir İbrahim'in Nekhai'den rahimahullah tabiinlerden olup deyir ki məqsəd bir burada insandır hansı ki görürsən ammara fi dünya yani ömrünü deyir dünyada tikməklə, yaratmaqla keçirtir. Və haruma və sonra deyir qocalır və ləfiyə naqsin və təraci'in və deyir görərsən ki ne olur? Ondan sonra başlayır hayatı naqisliklərlə üzbəyüz gəlməyə. Yəni naqisliklərlə üzbəyüz gəlir. Və dönür geri. Yəni cavanlıq artıq əldən gedir. Aydındır. Və insan nə edir? Başlayır geriləməyə. Yalnız möminlərdən savayı. Yalnız möminlərdən. Çünki o insanlar ki, qardaşlar, dünya üçün yəni çalışırlar gece gündüz. Ve görsen ki ahırda yorgun, arğın gelir, yıkılır, yatır. Ne Kur'an okuyor, ne hadis okuyor, ne bir faydalı ilmine meşgul olur, ne bir şey, hiç ne. Yalnız dünya, ancak dünya. Allah'ım istəyir.
Yəni elə insan naqislik, xüsran içərisindədir. Xəsarət içərisindədir. Və amma buyurur ki, İbn Avun, Nəxai, daha doğrusu İbrahim Nəxai deyir ki, yalnız möminlərdən savayı, çünki deyir, onlar həm cavanlıq vaxtlarında, həm də sağlam vaxtlarında onlara əcr yazılır. Eləcə də o əcr onlara yazılır, onlar qocalanda, yaşlaşanda. Yəni, qocalıb yaşlaşanda onlara da Allah tərəfdən nə olur? Həmən əcr, necə ki, onlar cavanlığında edərdilərsə, o cür əcrlər onlara yazılır. Ona görə, yəni, fikir verin, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem necə ki, bilirsiniz, hədisi, qiyamət günü 7 sinif insan olacaq. Onlardan biri də nədir? O uşaq hansı ki, cavan vaxtından ibadətdə olub. Onlar Ər-Rahmənin ərşinin kölgəsinin altında olacaqlar. Və yaxud da Rahmanın xəlq etdiyi kölgənin altında olacaqlar. Yəni, 2 dənə görüş var burada. Qiyamət günü. Yəni, ona görə cavan vaxtından ibadət etmək, həqiqətən bunun fəziləti böyüdür. Xüsusən də ki, yəni, o cavan ki, cavan vaxtından ibadət eləyir Rəbbinin, yəni, nə inir? Yəni, Quranla, sünnənlə yaxınlaşır Rəbbinə və elm öyrənir, faydalanır və görsən ki, təqva əhlidir, tərbiyə əhlidir, özünü tərbiyələndirir həmçinin və üzərində çalışır. Və görərsən ki, o insan şək yoxdur ki, görün, nə deyir İbrahim Nəxai, tabein, deyir ki, o insanlar hətta qocalanda belə, yəni insan qocalanda naqisləşir, gücü zəifləyir, əlindən gedir və s. Cavanlıq vaxtındakı kimi ibadət eləyə bilməyəcəksən artıq, oruç tuta bilməyəcəksən, Quran oxuya bilməyəcəksən, əzbərləyə bilməyəcəksən. Lakin Allah Azze və Cəllə qocalsa da mömin ona nə edir? Ona əcr yazır. Necə cavanlıqda etdiyi əcr kimi. Bu da Allah Azze və Cəllə nədir? Rəhmətidir. Subhanallah. Ədalətidir həmçinin. Yəni, o insan ki, ömrünü cavanlığından sərf edibsə, Allah da ədalətindən onu daha da çox mükafatlandırır. Daha da nə edir? Çox mükafatlandırır. Ona görə nə gözəldir ki, həmçinin böyünlər, valideynlər öz evlatlarına məşğul olalar. Evdə onların tərbiyəsi ilə onları yönəldələr, həvəsləndirərlər bu şeylərə. Onlara tövsiyə edərək. Və sonra isə qardaşlarım, Allah Azze və Cəllə keçirik Huməzə surəsinə və buyurur ki, Rəbbimiz Huməzə surəsində Vaylul li kulli huməzətil luməzə. Vay olsun deyir hər bir yəni göz-qaş edənə. Yəni burada mənaları bir neçə dənədir. Buyurur ki, İmam Bağavi, Qal İbn Abbas, Humul məşşəunə bin nəmimə المفرقون بين الأحبة الباغون للبراء العنت سبحان الله معناهما واحد وهو العياب. Buyurur ki, deməli İbn Abbas deyir ki, burada məqsəd vaylul li kulli huməzətil luməzə, məqsəd nəmmamlardan gedir. Yəni gözqaş eləyib nəmmamlıq eləyənlər. O kəslər ki, bir-birlərini Allah üçün sevənlərin arasında nəmmamlıq eləyirlər. Ondan ona söz gəzdirir, bundan ona söz gəzdirir, neynəsin? Aralarını vursun deyənə. Aralarını vursun deyənə söz gəzdirir. Həmçinin onlar deyir, insanlar üçün ancaq pislikləri istəyirlər. Subhanallah, Allahu Akbar. Ona görə, yəni, Allah'a sığınırıq bu cür sifətlərdən. Allah, həqiqətən də bu cür insanlar var. Allah'ım istəyəm. Mənası isə deyir, eynidir, yəni onların ikisinin də huməzə və lüməzə, ikisinin də eynidir. Çünki nədir? Yəni hər ikisi də eyib axtaranlardır və eybi yayanlardır. Ona görə insan gərək özünü qorumalıdır. Və qalə Muqatil, əl-həməzə əlləzi yəibukə fil-qayb və lüməzə əlləzi yəibukə fil-vəc. Buyurur ki, Muqatil ibn Hiyyan rahimehullah deyir ki, huməzə
o kəs ki səni deyir arxonda eyiblər açır danışır. O insan ki sənin arxonda eyiblər açır danışır. Amma lüməzə isə o kəsdir ki üzvə deyir eyiblərvi. Hər iki halda hər ikisi də nədir? Həm nəmmamlıqdır, həm qeybətdir. Hətta üzə demək də belə qeybətdir. Yəni eyiblər varsa, insan öz qardaşının eybini çalışmalıdır ki gizlətsin. Aydındır? Gizlətsin və dilini qorusun. Və sonra buyurur ki, وقال أبو العالية والحسن بضده. Əbul Aliyə ilə Həsən fəqət tərsinə deyiblər. Yəni həmən bu şeyləri deyiblər. Huməzə və lüməzə, lakin əksinə deyiblər. Və buyurur ki, قال سعيد بن جبير وقتادة رحمهم الله الحمزة الذي يأكل لحوم الناس ويغتابهم. Deyir, huməzə o kəsdir ki, insanların ətini yeyir, onların qeybətini edərək. İnsanların ətini yeyir, onların qeybətini edərək. Allah'ım istəyir. Allah'a sığınırıq ondan. وَاللُّمَزَ الطَّعَانُ عَلَيْهِمْ. Amma lüməzə isə insanlara yəni tən eləyəndir. Sevir tən eləməyə, ona, buna. Aydındır. وقال ابن زيد الهمزة الذي يهمز الناس بيده ويضربهم واللمزة الذي يلمزهم بلسانه ويعيبهم. Həmçinin İbn Zeyd mənalarından biri də huməzənin, yəni insanlara deyir, əli ilə əziyyət verib onları vurandır. Yəni bəziləri görürsən zarafat eləyən nə edir? Əli ilə zarafat eləyir, vurur cəmaatı məsələn. Yəni bu cür zarafat eləyənlər də var. Haydan da göz zarafat edir və nə edir? Olmaz belə şeylər. Həmçinin deyir ki, lüməzə isə o kəsdir ki, dili ilə, yəni dili ilə nə edir? Yəni insanları eyiblər, onların eyiblərini asır. Yəni dili ilə bəziləri görürsən ki, zarafat edir. Aydındır. Şək yoxdur ki, bunlar hamısına da haram da olmaz. Qalə Sufyan-ı-Səvri buyurur ki, yəhmizu bilisanihi və yəlməzu cəlisəhu bisu'il laf. Yəni öz dili ilə deyir və dili ilə deyir, eybləndirir və həmçinin deyir, oturduğu insana da pis sözlər deyir. Yəni oturduğu insanla da yəni pis sözlərlə danışır və s. Yəni bu şeylər hamısı nədir? Diqqətli olun. Yəni bu şeylər hamısı təhlükəlidir. Xüsusən də yəni cavanlarda olur ki, hərdən görürsən dostları ilə yığılışırlar, otururlar və görürsən ki, lazım olmayan nəlayiq sözlər danışılır. Yəni bu daxildir bunun içərisinə Allah Azze və Cəllə hədəliyib, yəni o cür olmağı. Ona görə insan gərək baxmalıdır kimlə dostluq eləyir, kimlə oturur durur. Hətta o məclis yəni sənin üçün böyük bir bəlaya çevrilməsin, böyük bir əzaba çevrilməsin. Ona görə necə bilirsiniz ki, yəni hədis var, o məclis ki orada Allah zikr olunmursa, o məclisdən qalxanlar elə bir ki, ölü bir uzunqulağın meydinin üstündən deyir, qalxmış kimidirlər. Ona görə hər bir məclis ki, yığılışlar, oturdular, söhbət eləyir dostları ilə və s. Heç nə olmaz, olar, caizdir. Lakin Allahı zikr etməklə və gözəl şeylər danışmaqla pis sözlər, eybləndirmək və tən etmək və s. bu şeylərdən də uzaq olmaq mütləq. Həmçinin buyurur ki, İmam Bağavi rahimallah deyir ki, وَاللُّمَزَ الَّذِي يُومِضُ بِعَيْنِهِ وَيُشِيرُ بِرَأْسِهِ. Həmçinin lüməzə deyilib ki, yəni gözünü yumub başı ilə deyir, işarə eləyəndir. وَيَرْمَزُ بِحَاجِبِهِ və yaxud da qaşların oynadandır. وَهُمَ لُغَتَانِ لِلْفَاعِلِ نَحْوَ وَسُخْرَ وَالضَّحْكَ لِلَّذِي يَسْخَرُ وَيَضْحَكُ مِنَ النَّاسِ وَأَصْلُ الْهَمْزِ الْكَسْرِ وَالْعَضِّ عَلَى الشَّيْءِ بِالْعُنُفِ. Və sonra Rabbimiz buyurur ki, ثُمَّ وَصَفَهُ فَقَالِ. Və sonra deyir, vəsf edərək huməzə və lüməzəni dedikdən sonra Rabbimiz deyir ki, اَلَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهِ.
O kəs ki deyir, malını deyir, yığar və onu neyniyər? Daimə hesablayar. Hər gün yığır və oturur neynir? Hesablayır, sayır onu. Əhsahu. İmam Bağa buyurur ki, yəni o hesab eləyər. Sayar onu. Və qalə Muqatil istəəddəhu və dəxarahu və cəaləhu itadən ləhu. Yuqalu ə'dədtü şey və ədədtuhu idə əmsəktuhu. Yəni yığar bir yerə cəm eləyər, nə zəkatın verər, nə sədəqəsin verər, nə bir şey. Və sonra Rabbimiz buyurur ki, yəhsəbu ənnə mələhu əxlədə. Və deyir, o insan elə zənn eləyir ki, yəni elə hesab edir ki, yığdığı güya o mal onu neynəyəcək? Əbədi saxlayacaq. Yəni fid dünya. İmam Bağa buyurur ki, fid dünya, yəni dünyada. Yazunna ennehu la yamutu ma'a yesarihi. Yəni elə zənn edir ki, güya o boyda yığdığı malla, dövlətlə o nə olacaq? Dünyada əbədi qalacaq. Subhanallah. Və sonra Rəbbimiz deyir ki, kəllə. Deyir, heç vaxt. Raddun aleyhi əllə yuxludahu malu. Yəni Allah rədd eləyərək demək istəyir ki, yəni onun malı ona heç vaxt əbədi edən deyil. Leyunbəzənnə, leyutrahənnə fil hutamə. Leyunbəzənnə, leyutrahənnə deyir, atılacaq deyir o hutaməyə. Malını o cürə yığan, hesablayan, nə zəkatını verir, nə sədəqəsini verir. Aydındır. Buyurur ki, o deyir, atılacaq deyir hutaməyə fi cəhənnəm. İmam Bağa buyurur ki, cəhənnəmdə olan nə deyir? Hutamə min əsməin nar. O deyir, cəhənnəmin adlarından olan bir addır. Mislü saqar və ləza summiyyət hutamə liənnəhə tahtumul izamə və tüksiruhə. Necə ki deyir, saqar kimi, ləza kimi adlar var cəhənnəmin. Hutamədə cəhənnəmin adlarından biridir. Lakin deyir, bu nəyə görə hutamə adlanıb? Çünki deyir, ora atılan insanları deyir, o od onların sümüyünü yandırıb və qıracaq deyir. Yəni, sümüklərini belə qıracaq. Subhanallah, Allahu Akbar. Və sonra Rabbimiz buyurur ki, وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةِ نَارُ اللّٰهِ الْمُوقَدَةِ. Deyir, sən nə bilirsən ki, nədir hutamə? O deyir, yandırıb, yaxan Allahın deyir, odudur. Əlləti təttali'u aləl əfidə. Hansı ki deyir, o deyir, birbaşa qəlblərə toxunar. Yəni o od insanın qəlbinə girər, içəri, bədənin içərisində, yəni qəlbinə kimi. Əlləti bələğa ələmuhə və vəcəuhə iləl qulub. Yəni onun deyir, ağrısı, acısı insanların qəlbinə daxil olar. وَالْاِطِّلَاءُ وَالْبُلُوغُ التَّطَلُّعُ بِمَعْنَ وَاحِدٍ يُحْكِ عَنِ الْعَرَبِ متى طلعت أرضنا أي بلغت ومعنى الآية أنها تأكل كل شيء منه حتى تنتهي إلى فؤاده قاله القرظي والكلبي. Quraz ilə Kəlbi deyiblər ki, həmçinin mənası budur ki, bu ayələrin o od deyir, insanı deyir, yiyər, hətta deyir, qəlbinə çatana qədər. Yəni od insanı yiyir. Od insanı yiyir. Allah sığınır o cəhənnəm əzabından yarab. Hətta deyir, qəlbinə çatana qədər. Və sonra Rabbimiz buyurur ki, İnnəhə aleyhim muqsadə. Yəni o deyir, nədir? Aleyhim muqsadə, yəni onlar üçün bir tələdir. Ey mutabbaqatun muğallaqah. Yəni İmam Bağa buyurur ki, yəni o deyir, onları deyir, neyniyəcək? Təbəqə örtəcək, üstlərini və bağlayacaq. Ona görə hətta bəzi rəvayətlərdə gəlib ki, yəni odun içərisində olanlar, cəhənnəm əhli, onlar üçün deyir, oddan deyir, tabutlar olacaq. Və o tabutların içinə qoyulacaqlar. Necə ki, tabutlar bu dünyada var. Üstünün qapağı olur. O da oddan olacaq. Və mismarları da deyir, oddan olacaq.
O mismarlar hansı ki tabutun qıraqlarına vurulur ki, yəni içəridəki çıxmaz. Və onun içərisində o daimi əbədiyyən əzab çəkəcək. La ilahə illallah. Şək yoxdur əziz qardaşlarım, yəni o əzab hansı ki ən çox, ən dəhşətli kafirlərə toxunacaq, müşriklərə. Səbəb nədir? Məyər ağırdımı? La ilahə illallah kəlməsini deyib ona yaşamaq. Yəni o qədər ağırdır, o qədər çətindir, o qədər ağırdır, çətindir 5 dəfə namaz qılmaq. Hamısı sənin xeyrinədir. Hamısı. Hamısı insanın xeyrinədir. Əli və ayağı uyursan, hamısı sağlamlıqdır, heç nə itirmirsən. Hər namazıma 5 dəqiqə vaxtın gedir. Sikirlərimi şərt deyil, oturub eləyəsən, hətta gəzə-gəzə də eləyə bilərsən. İş görə-görə də eləyə bilərsən. Uzanan yerdə də eləyə bilərsən. Yəni, bu əmrləri yerinə yetirmək bu qədərmi çətin oldu ki, insanlara, yəni onlar Allahın əmrindən, bu əmrindən tərk etdilər və sonunda yəni, bu cürə əzablar, əbədiyyən. İnsan bu dünyada vallahi biraz həyatı çətinliyi içərisində yaşayanda necə görsən ki, bezir həyatından. Məsələn, bir 3 il, 5 il, 10 il çətinlik içərisində yaşayır, bezir həyatından. Aydındır. Hətta görürsən ki, özünü intihar eləyənlər var. Cürbəcür yollarla. Çünki bezir. Hələ dünya həyatı deyə bir şey deyil. Subhanallah, yemək də var, içmək, hava da var, hər bir şey, əzab çəkmir bir şey. Fəqət nədir? Qəlbi daralır, əziyyət çəkir ki, istədiyi şey çata bilmir. Sən fikirlər, subhanallah, cəhənnəm əbədiyyən. Əbədiyyən cəhənnəm. Əbədiyyən, la ilahə illallah. Yəni biz onu heç yəni düşünsəydi biz onun barəsində fikirləşib sonuna yetə bilmərik. Yəni o əbədiyyən, o necə olan şeydir. Qutarmır. O insan daima qalır. Ona görə bəzi bidət sahibləri onlardan mütəzillər və qeyrilər deyiblər ki, nədir? Cəhənnəm fanidir. Yəni onlar oturub fikirləşirlər və deyiblər ki, yox, yəni Allah Azze və Cəllə rəhmandır. Yəni rəhimlidir. Allah o boyda rəhimlidir. Yəni öz qullarına o boyda əziyyət verməz. O boyda zülm, yəni o boyda onlara yəni əzab verməz. Heç vaxt deyir. Ona görə deyiblər ki, nədir? Cəhənnəm yoxa gedəcək. Hətta bəziləri deyiblər ki, hətta cənnət belə yoxa gedəcək. Yəni cənnət və cəhənnəm ikisi də fanidir. Yəni bunu da deyənlər olurlar. Lakin ən səhih olan görüş budur ki, bütün Quran və sünnə ilə cənnət və cəhənnəm əbədidir. Allah bizi cənnət əhlinə etsin, ya Rab. Və sonra buyurur ki, sonuncu ayədə fi əmədin müməddədə qal İbn Abbas adxalahum fi əmədin fəməddət aleyhim bi'imadin və fi əhnaqihim səlasil səddət aleyhim bihəl əbvab. La ilahə illallah. Deyir ki, onlar deyir, İbn Abbas buyurur ki, daxil olacaqlar fi əməd. Yəni, elə bir yerə ki, orada onların üzərinə oddan təbəqələr veriləcək və boyunlarına zincirlər vurulacaq. Boyunlarına zincirlər vurulacaq. Qalə qatədə bələğnə ənəhə əmədun yuəzzəbunə beyhə finnar. Həmçinin Qatədə buyurur ki, bizə çatana görə onlar deyir, cəhənnəmin içərisində şiddətli əzab çəkəcəklər. Yəni, cəhənnəmin içərisində şiddətli əzab çəkəcəklər. Yəni, yüksək dirəklərdir, əməd, yəni ərəb dilində nədir? Yüksək dirəyə deyilir. Aydındır və onlar deyir, ona sarılacaqlar zincirlərlə. Və sonra buyurur ki, vəqilə, həmçinin buyurur ki, vəqilə hiyə əvtədul atbaq əlləti tutbəqu alə əhlənnar. Deyir, həmçinin deyir, o deyir, təbəqələrdən ibarətdir.
cəhənnəm əhlinin deyir, üzərində olacaq. Yəni, cəhənnəmdə olanların təbəqələri belə oddan olacaq. Fikirləşin, yəni, hər təbəqənin öz əzabı olacaq və hər aşağı düşdükcə də əzab şiddətlənir. Ən yüngül əzab necə bilirsiniz ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem nə deyir? Ən yüngül əzabı cəhənnəmdə çəkən Əbu Talib olacaq. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem əmsi. Əli ibn Əbu Talib, Əlinin yəni atası. Ən yüngül əzabı o çəkəcək. Ən yüngül əzabı. Amma aşağı təbəqələr ən dəhşətli əzablar aşağıdadır. La ilahe illallah. Və sonra buyurur ki, İmam Bağavi rahimallah deyir ki, ey ennəha mutabbaqatun aleyhim bi avtadin mumaddadatin və hiyə fi qiraati Abdullah bi amadin bilbər. Qale muqatil utbiqatil əbvabu aleyhim thumma suddet bi avtadin min hadidin min nar. Həmçinin Muqatil ibn Həyyan buyurur ki, onların deyir üzərinə qapılar olacaq. Təbəqələr, qapılar. Və deyir, onlar deyir, bağlı olacaq hamısına. Və onların deyir, boyunlarına deyir, oddan iplər atılacaq. Və onlar bağlanacaqlar orada olan həmən o sütunlara. Oddan olan sütunlara. La ilahe illallah. Həttə yerci aleyhim gammuha və harraha fələ yeftə aleyhim babun və lə yədxul aleyhim rih. Deyir, onlar elə bir bağlı yerdə olacaqlar ki, oranın nə qapısı açılacaq, nə də ora bir külək daxil olacaq. Yəni, insan, la ilahe illallah. Yəni, hərdən görsən ki, havalar isti olanda, görsən ki, deyirsən, nə boğanaqdır, biraz külək olaydı, sərinlənəydik. Subhanallah. Lakin cəhənnəm əhli, onlar elə bir şey görməyəcəklər. Ki, heç olmasa onlara, yəni, bir anlıq onlara vaxt verilsin ki, onlar istirahat eləsinlər. Sonra qayıtsınlar tezdən hesaba. Yox, öyle şey yoxdur. Subhanallah, akbar. فَلَا يُفْتَحُ عَلَيْهِمْ بَابٌ وَلَا يَدْخُلُ عَلَيْهِمْ رِيحٌ وَالْمُمَدَّدَ مِنْ صِفَةِ الْعَمَدِ ey mutavvələ fətəkunu ərsəx minəl qasira. Yəni, həmən deyir, sütunlar isə deyir, çox hündür, uzun olacaq. Hündür və uzun sütunlar olacaq oddan. Və o sütunlara həmən cəhənnəm əhli olar, nə olacaq? Sarılacaqlar. Allah subhanət hala sığınırıq cəhənnəmin əzabından və Allahdan Firdovs istəyirik. Allah subhanət bizi Firdovs əhlindən etsin. Bizi, əhlimizi və zürriyyətimizi Allah subhanət bizi tövhidin və sünnən üzərində canımızı alsın. Və bu qədər. Subhanəkə Allahım həmdik. Əşhədu an la ilahə illə ənt. Estağfiruka və ətubu ileyk.